17 iyun Tibb işçilərinin Peşə Bayramı günü münasibətilə Masallı Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində yeni mammoqrafiya şöbəsinin açılışı baş tutub. Açılış mərasimindən öncə klinikanın baş həkimi Əminə Bağırova, radioloq həkim Fərhad Həsənli və cərrahiyyə şöbəsinin müdiri ümumi cərrah Qeyrət Xəlilov çıxış edərək tibb işçilərini Peşə Bayramı münasibətilə təbrik edib. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlarda qeyd olunub ki, mammoqrafiya şöbəsinin istifadəyə verilməsi bölgədə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş şöbə xüsusilə süd vəzi xəstəliklərinin erkən diaqnostikası və profilaktikasında mühüm rol oynayacaq. Vətəndaşların sağlamlığının qorunmasına xidmət edəcək. Natiqlər yeni şöbənin fəaliyyətə başlamasını yüksək qiymətləndirərək, bunun Masallı və ətraf rayonların sakinlərinin daha keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına geniş imkanlar yaradacağını bildiriblər. Tədbir iştirakçıları yeni şöbənin açılışını bölgə səhiyyəsinin inkişafına verilən töhfə kimi dəyərləndirərək, bu əlamətdar hadisəni məhz həkimlərin Peşə Bayramı gününə təsadüf etməsinin xüsusi rəmzi mənadaşlığını qeyd ediblər. Bu hadisə həm bölgədə səhiyyə infrastrukturunun inkişafının, həm də vətəndaşların sağlamlığının qorunmasına göstərilən diqqət və qayğının növbəti nümunəsi hesab olunur.